Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabr ayının pensiyalarının ödənişi ilə bağlı yeni məlumat açıqlanıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, artıq Bakı və Sumqayıt şəhərləri, həmçinin Abşeron rayonu üzrə pensiyaların ödənişi tam başa çatdırılıb. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasında da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ayın pensiyaları əhaliyə çatdırılıb. Yəni ölkənin ən böyük şəhərlərində və Muxtar Respublika ərazisində yaşayan bütün pensiyaçıların vəsaitləri vaxtında hesablarına köçürülüb. Məlumatda o da bildirilir ki, Azərbaycanın digər bölgələri üzrə, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik olan şəxslərin də sentyabr ayı üzrə pensiyaları yaxın günlərdə müəyyən edilmiş qrafikə uyğun şəkildə ödəniləcək. Bu, o deməkdir ki, bütün ölkə üzrə pensiyaçıların aylıq təminatları plan üzrə həyata keçiriləcək və heç bir gecikmə baş verməyəcək. Dövlətin bu məsələyə xüsusi diqqət yetirməsi sosial müdafiə sahəsində ardıcıllığın və sabitliyin qorunmasına xidmət edir. Qeyd etmək lazımdır ki, pensiyaların vaxtında ödənilməsi təkcə maddi təminat məsələsi deyil, həm də sosial sabitliyin mühüm göstəricisidir. Çünki əhalinin böyük bir hissəsi, xüsusilə də yaşlı nəsil öz gündəlik xərclərini məhz bu vəsait hesabına qarşılayır. Onların vaxtında pensiya alması həm ailə büdcəsinin tənzimlənməsinə kömək edir, həm də gündəlik ehtiyacların dərman, ərzaq, kommunal xərclərin problemsiz ödənilməsinə şərait yaradır. Mənim fikrimcə, belə xəbərlər vətəndaşlar üçün həm arxayınlıq, həm də dövlətin sosial öhdəliklərinə sadiqliyinin bariz nümunəsidir. Pensiyaçıların vaxtında təmin olunması, xüsusilə də mövcud iqtisadi şəraitdə onların həyat keyfiyyətinə birbaşa təsir edir. Bununla yanaşı, gələcəkdə bu sistemin daha da təkmilləşdirilməsi üçün elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, eyni zamanda vətəndaşların rahat şəkildə pensiyalarını əldə edə bilməsi istiqamətində yeni addımların atılması vacibdir. Bu, həm ödənişlərin şəffaflığını artıracaq, həm də vətəndaş-məmur təmasında sadələşməyə səbəb olacaq. Ümumilikdə, sentyabr ayı üzrə pensiyaların ödənişinə dair verilən bu məlumat onu göstərir ki, dövlət öz sosial siyasətini ardıcıl və planlı şəkildə həyata keçirir. Əhalinin həssas təbəqəsinin diqqətdə saxlanılması isə dövlət-vətəndaş münasibətlərində etimadın möhkəmlənməsinə xidmət edən mühüm addımlardan biridir.